Uzanan Budanı göstərmək istəyirəm. İndi də növbəti tapınağa gəldik. Bu tapınaqda qadın Taylandda ən məşhur olan həmin hovuzlu məkan. Yəni bu gözəlliyə nə deyə bilərsən? Bir də Taylandda bu çok güzel. Şunun güzel. Altı yoldur və bu körpüdür. Körpünün üstündə bəxtəvərin uşaqları ağacmağa çəkiblər. Ağacdır, əməlli başlı köküzları var yəni. Bildiyin, yəni buranı yaratmışlar. Ruhları cavan yəni. Bu binanın təpəsinə qədər dahi ağac qoyublar yəni. Bildiyin həyatı gözəlləşdirmək desələr budur da yəqin ki. Binanın neçənci mərtəbəsidir də artıq? 1, 2, 3, 4, 6, 10-cu mərtəbə deyək. 10-cu mərtəbəyə hovuz düzüblər. Yəni qəşəng bir görünüş veriblər və binaya da qəşəng ağaclar vurublar. Yəni bu binanı bildiyiniz möhtəşəm hala gətiriblər. Amma bizdə binalar standart belə binalardır. Yəni orada çıxıntı belə eləsən üstədə yəni. Adamlar resmə işləmişlər yəni. Amma dəyər. Bax sizə göstərmək istədiyim budur. Biz elə bilirik körpüdəyik, amma körpü deyil, ağaçlar var. Bu körpüdən qatar, bu körpüdə insanlar buradan aşağıdan maşınlar keçir. Sağ tərəfimizdə də belə böyük AVM Imperium qalır. İçində yaraşıqlı oğlanlar çox damızda vardır. Sizə bir yer deyirəm ki, bura əyləncə mərkəzidir. Bizim indi gəldiyimiz bir yer var. Nədir onun adı? Tamına əylənə biləcəyimiz bir yer. Güzel. Herkese salam. Hər vaxtınız xeyir olsunuzlar. Deməli, bugün artıq 3-cü gündür. Taylanddayıq, Bangkokdayıq. Yəni bugün 3-cü günümüzdür. Sadəcə bugün artıq oteli təhvil verdik. Bugün Krabiyə keçirik. Əslində heç Krabiyə keçmək istəmirəm. Yəni açıq və net deyirəm. Yəni nə bilim, məndən olsa Bangkokda qalaram deyərəm, amma maalesef planı qurmuşsansa o plana uyğundur, getməlisən. Mən də ki artıq Krabiyə biz hardasa 2 saatdan sonra yola düşürük, yola çıxırıq. Və indi oteli təhvil verəndən sonra biraz gəldik, yüngülvari alışveriş eləmişəm. Maşın gəlirdi, maşın gələndə səs çox olurdu ya, çəkmək mümkün olmur. Nəysə, uzun sözün qısası artıq mənim günüm burada bitir, Bangkokla sağollaşırıq. Amma inanırsınız, heç getmək istəmirəm, heç fikrim yoxdur. Yəni məndən olsa buraları keçərdim, hətta deyərəm, amma maalesef keçəmiyorum. Amma inşallah bir gün buraya geri dönəcəm. Çünki bura mənim evim gibi. Burayı həmişə ilk bağlandığım şeyə həmişə geri qayıdıram. Ona görə burada mənim evim deyə bilərəm, evimə sözdən qayıdacam. İndi isə belə bir kafeyə gəlmişik. Qızlar kofe içəcək, amma mən çayxor bir insan olaraqdan kofeni həzm edəmirəm. Hələ səhərləri baxacağım. Ayrıca yerimi dəyişmişəm, bilmirəm, mühit mi dəyişmişəm, yəni fəsil mi dəyişmişəm. Çünki Azərbaycanda bu dəqiqə qış, qar, soyuq, tufan dağılır Bakı. Amma burada isə yaydır. Yəni mən 3 gündə normal adam kimi yemək yeyə bilmirəm. Ən son dünənləri bir dənə yemək yedim. Ondan başqa da yemək yeyə bilmədim. Yəni indi də hələ də ürəyim heç bir şey istəmir. Belə indi də oturmuşuq kafedə. Qızlar içərdə kofe içir və mən indi biraz oturacağam. Ondan sonra da oturduğum yeri sizə göstərim. Bax.
balaca, minnacık bir yer. Belə göstərim sizə. Burada milli paltar geyinən xanımlar var. Burada adətdir. Yəni belə paltarlar geyib salonda hazırlaşıb, ondan sonra da bəzənirlər. Və şəkil çəkdirməyə gedirlər. Məkan bu. Yəni bir insanın evi burada olur. Buradan niyə köçmək istəyər? Ona deyərlər.